Herkese salam. Necəsiz qızlar? İnşallah ki yaxşısınız. Deməli, şimdi çıxdım. Saçlarımı sistem tarayım. Yeni bir şampuan adammışam qızlar. Çox süper bir şeydir. Həqiqətən. Yəni möhtəşəmdir də. Və onun baxımını da almışam. Balzamı və kremini. Çox super. Çox superdir. Şəkil formasında göndər postunda qoyacağım, baxarsınız. Belə sadəcə şeyini göstəreyim. Expert baxın, Faberlic'dən böyle götürmüşdüm qızlar bunu. Bunun şampunu, balzamı və maskası. Bu da saçları qaramaq üçündür və yandırmamız üçündür filmlərim. Çox superdir. Çox super bir şeydir. Həqiqətən tövsiyə edirəm. Şiddətlə tövsiyə edirəm alın. Çünki mən bu zamana kimi dəfələrlə şampuan istifadə etmişəm, amma hiçbirindən razı qalmamışam. İndi saçlarımızı belə təmizləyək. Saç dökülmənin şampunla heç bir əlaqəsi yoxdur qızlar, məndə ümumiyyətlə stressdən saçlarım dökülür və biraz da rənglənmə vaxtı çatdıqda saçlarım təəssüf ki həssaslaşır. Belə. İndi baxımlarımızı eləyək. Deməli, bugün nə edəcəyik? Əslində 2-3 dənə vlog çəkmişəm sizin üçün. Sadəcə hər ki çəkməyə davam edirəm ki, sonra montajlayıb bir paylaşım səhifəm boşalmaz. Deməli, indi baxımlarımızı eləyək. Mən bir dənə krem var, krem box. Ayda bu möhtəşəm bir şeydir və əllərim o qədər pambıq kimidir ki, indi də pambıq kimi də başıma gəlir. Mən o zaman üzümə də istifadə edərdim. Bu nahiyələr var, çatlardır, bu hissələrdir, qabaqlanmış hissələrdir, bu krem istifadə edirəm. Hal-hazırda istifadə edəcəyim. Lipton oldu. Bunu artıq hamınız bilirsiniz zaten. Baxımlarımı eləyim, çünki nə qədər zamandır özümə baxa bilmirəm. Biraz stres, biraz narahatçılıqlarla əlaqədar olaraq. Deməli, nə edəcəm? 2 kaset şey eləmişik. Pomidor almışam, çox ucuza düşmüşdü 20 köpüyə. 2 kaset aldım. Adil işlədiyi yerdən. 2 kaset qəşəng pomidor götürmüşəm, ondan sok eləyəcəm. Pomidor soku qışda istifadə eləməyə. Tomat əvəzinə istifadə olunur. O belə rənglərin üzərinə də tökə bilirsiniz. Çox qəşəng bir şeydir. Resept deyə bilmərəm. Yəni o hamı bilir, amma hazırladıqca necə elədiyimi baxa bilərsiniz. Əgər bilməyən xanımlar varsa, siz hazırlaya bilərsiniz. Mən onu Adilin nənəsindən, rəhmətli nənəsindən öyrənmişdim. Belə. Daha sonra ikinci baxımını çəkirik. Yəni bunu mən yayda istifadə edirəm, qışda da istifadə edirəm. Çünki üzlərimi çox qəşəng gözünə gətirir, hamar və pürüzsüzləşdirir. Mən gözaltıma da istifadə edirəm. Aslında bunun gözaltı olan da var, sadəcə onu yatanda vuracam. İndi saat 8-dir, yəni axşam hələ heç hava qaralmayıb. Gedirik işlər görməyə, dedim bunu da sizin üçün vlog kanalına gətireyim, mənim izləyicilərim izləsin. Amin üçün narahat olanlar, soruşanlar da var. Hələ ki stabil heç bir şey dəyişiklik yoxdur. Bilirsiniz ki, abin üçün mübarizə apardığımız mövzu var. Bəzən insan yorulur, tükənir. Bir-iki gün ara vermək istəyir, həmin o dönəmlərdəyəm. İnşallah ki, davam edəcəm. Bacardığım qədər, gücümün yetdiyi qədər və Allahın izin verdiyi qədər. Belə. Nasılım bacım? Nasıl olmuşum bacım? Bir yorumlarda yazın! Bu da bunlardan. Yüksək nahiyələrimi istifadə edirəm. Mən də qurumaqda məhkəməniyim. Üzlərimdə çox quru dərim var. Bədənim də həmçinin o formadadır. Yəni çox quru. Yəni bunu hər bir nahiyə istifadə edə bilərsiniz. Qoldur, dirsəkdir, əllərdir. Mən çox əllərə vururam. Çox qəşəngdir də əllərim. Mənim əllərim bilirsiniz də nə haldadır. Mənim əllərim, amma baxın, görün necədir. Deməli, səhər zötüb, sonra yatmışam. Bugün biraz yatmışam çünki üstümüzdə sağlıq narahatçılıqlarım var. Və bunun sırtı yatdanım, durdum. Qoxusu var, möhtəşəmdir. Deməli, qızlar, belə bir şey eləmişəm. Deməli, bir pijamamı geyindim. Amma altdan korset taxmışam ki, biraz göbəyim var. Köklüklə əlaqədar deyil. Heç özünüz göstərən çək baxımdan kök bir insan deyiləm, zaten arıq bir insanım. Amma göbək amin doğulandan sonra qalandır və bu aralar ciddi şəkildə üzərimə düşmüşəm ki, o göbəyi əridəcəm. İnşallah bacarıram. Deməli, qurumuzu da mənlə dirək.
Deməli, bu vəzlin tərkibli olduğu üçün mən kibrit diblərdən istifadə edirəm. Telefonda baxıb eləyə bilmədim. Kibrit diblərdən istifadə edirəm ki, kibritlərimi bərpa eləsin və uzanmağına kömək göstərsin. Yəni, əgər sizdə də dodaq baxımları varsa, onun birinci tərkibində vazelin var. Vazelindən istifadə edir. Yəni, kibritləriniz ola bilər, söz də deyə bilmədim. Söz də deyə bilmədim. Spreylərimizi vurduq. Deyəcəksən ki, bacı, bu nədir? Heç köhməyə gedəndə eləyib gedirsən. Dənə saçımı istəyirəm hörüm. Görüm, bacaracam hörüş hörmək. Çünki mənim saçlarım qısadır deyə. Mən də eləyirəm ki, bacararam. Tük düşməz də. Saçım tük düşən deyil. Belə daramasam tökülməz. Amma baxın, ehtiyat etmək lazımdır. Çünki qış üçün məhsuldur. Bağlayıb qoyacam, sonra peşman olmayayım. Vay getdik. Ya Allah. Bu aralar YouTube'da olsun, digər sosial şəbəkələrdə olsun, günləri zəbt eləyib bu arzumun tutulmağına bağlı. Siz nə düşünürsünüz bu məsələdə? Sizcə kim haqlıdır? Düzdür, bir tərəfdə bir itki var. Ailəni başa düşmək lazımdır, amma ki, nə bilim, mən bir mənalı qarşılamadım arzumun tutulmağını. Çünki düzdür, belə şəxsən tanımıram, amma nə bilim, Allah qapısını açsın onu, günahsızdır. Mən günahsız gəlir xanım. Qaçmaq deyəndə ki, arzumun o qəza elədiyi dövrdə mən də onun canlısındaydım, ona baxırdım videoları, belə baxırdım. Və o qəza onu yaşananda Arzum Müjgan təcili yardım çağırmışdı zaten. Təcili yardım çağırmışdılar. Təcili yardım oraya çağırdıqdan sonra bunlar getdilər, çünki Arzumun halı pis idi. Orada da dayanmağının zaten mənası var. Bir vakil qeyd qalsın, heç bir şəkildə təcili yardım çağırmasını. Amma çağırmışdı da. Nə bilim, yenə də onun qanunu təbii ki, qanunun qarşısında bizim boynu buradan incədir. Amma ki, çox qəribə qanunlarımız var. Çox qəribə. Neyse. Çok da konuşmayalım. Bir təhər hörürəm, amma nə hörürəm heç özümdə bilmirəm valla. Bir şeylər eləməyə çalışıram. Saçım yaş olanda ümumiyyətcə mən saç hörə bilmirəm. Amma ki, neyiniyəm? Vaxtı dondurmaqla gözləməyə fen də vurmaq istəmirəm bu aralar saçıma. Çünki rəngi vaxtı gəlib. Çatıb. Fenləyirəm, saçım tamamilə yanır. Yəni, bildiyiniz konkret yanır da. O səyəlim ürün bir şey elədim. Davam eləyim, görəsən. Bir təhər davam eləyim. Saçlar getməli deyə. Getməli ki, mən iş görə bilim. Yağışların ardından bu hava istinməklə nə deyirsiniz? Bu 2 gündə çox dəhşət konkret isti var. Bir təhər yola verilmişsin. Zaten akşamda kimlə görəcək? Kocam gələcək. Amma yorğunu görəcək. Gündüz ancaq iş belə. Hazırlaşır. Son gün hazırlaşmırdım ama. Heç nə. Deməli getireyim. Bugün nə yiyəcəm? Yemək pişirəcəm. Yarpaq dolması pişirəcəm. Səbzi üçün göyərtimi hazırdır. Sadəcə ətimi eləyəcəm. Bir də ki pomidor turşusu, soku, pomidor soku. Onu hazırlayacağıq. Haydi vloga devam. Hələlik. Hazırladığım kavga iksiri sayesinde köylüleri birbirine düşüreceğim. Hepsi birbiriyle kavga etmeye başlayacak.